Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 62 yaşlı kişi pasiyentdə sağ böreğin bədxassəli şişi ilə əlaqədar radikal nefrektomiya əməliyyatı uğurla həyata keçirilib. Əməliyyat Tədris Cərrahiyyə Klinikasının uroloqu, kafedra müdürü Professor Rauf Nağıyev tərəfindən icra olunub. Pasiyent ilk dəfə cari ilin fevral ayında klinikaya kəskin sidik ləngiməsi şikayəti ilə müraciət edib. Müayinə zamanı sidik kisəsində 350 millidən artıq qalıq sidik aşkar edilib. Aparılan müayinələr nəticəsində xəstəyə xoşxassəli prostat vəzinin böyüməsi diaqnozu qoyulub və transuretral prostat rezeksiyası (TURP) əməliyyatı icra olunub. Əməliyyatdan əvvəl aparılan ultrases müayinəsi zamanı isə təsadüfi olaraq sağ böreğin orta segmentində təxminən 6 sm ölçüdə törəmə aşkarlanıb. Daha sonra icra edilən kompüter tomografiyası müayinəsi törəmənin bədxassəli xarakter daşıdığını təsdiqləyib. Prostat əməliyyatından sonraki dövrdə pasiyentdə börək üzrə cərrahi müdaxilələrin bir ay sonra həyata keçirilməsi tövsiyə olunsa da, o klinikaya gec müraciət edib. Nəticədə pasiyentdə sağ böreğin tam çıxarılmasını nəzərdə tutan sağ tərəfli radikal nefrektomiya əməliyyatı uğurla icra olunub. Radikal nefrektomiya böreğin bədxassəli şişlərinin müalicəsində tətbiq olunan əsas cərrahi üsullardan biridir və əməliyyat zamanı şişlə birlikdə börək tam şəkildə xaric edilir. Bu yanaşma xəstəliyin yayılmasının qarşısının alınması və uzun müddətli müalicə nəticələrinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, əməliyyatın təhlükəsiz və uğurlu icrasında anestezioloq, reanimatoloq Aybəniz Bayramovanın peşəkar yanaşması xüsusi əhəmiyyət daşıyıb. Onun rəhbərliyi ilə pasiyentin əməliyyat zamanı həyati göstəricilərinin davamlı monitoringi, anestezioloji təminatın düzgün idarə olunması və perioperativ təhlükəsizliyin qorunması həyata keçirilib.